Hələ deyirsiniz ki, sahabə deyir ki, iddia edir ki, elə bir ayə yoxdur ki, mən o bilmirdə. Yəni, əlif, ləm, mim, onu da təfsir edilirdi, yəni, yoxsa necə? Necə yəni təfsirini? Yəni, onun ayələrdə, əvvəllərdə gələn hərflər. Təfsiri yəni necə? Mənası. Demək, nəyə görə o söz, orada hərflər gəlir? Nəyə görə gəlib başqadır? Nəyə görə gəlib başqadır? Bu hərflərin mənası nədir? Başqadır. Çünki sual verilsə ki, bu hərflərin mənası nədir? Sual səhvdir. Hər çalır deyərsiniz, hər çalır. O deyirdim. Əgər deyilsə ki, bu hərflərin mənası nədir? Sual səhvdir. Niyə? Çünki hərfin mənası olmur. Yəni, nə mənada hərfin mənası olur? Hansı hərflərin? Ona görə görürsünüz, alimlər, dilçi alimlər ərəb dilində hərfləri iki hissəyə bölürlər. Əl-huruful maani, əl-huruful hicai. Heca hərfləri hansılardır? Yəni, əlifbə hərfləri. Əlif, bə, tə, fə, cim, hə, xa. Bunlar heca hərflərdir. Yəni, nə? Əlifbə hərfləri. Yəni, məsələn, mən deyirəm ki, cim mənası nədir? Heç bir hərfin adıdır da. Heç bir mənası yoxdur. Amma biri var əl-huruful maani. Özündə məna daşıyan hərflər. Məsələn, huruful qasam, ant hərfləri. Vallahi, billahi, təllahi, vav, bə, tə. Huruful qasamdir, ant üçün gəldi. Və ya huruful xaft və cər, an, alə, ilə, kəf və s. Bunlardan gedmir söhbət. İndi sual. Əlif, ləm, mim, əlif, ləm, ra, kəf, hə, ya, ayn, qaf, nun, ya, sin, ta, hə. Bunlar əl-huruful maanidir, yoxsa hicai? Əl-huruful maanidir, yoxsa hicai? Hicai, əlifbə hərfləridir. Yəni, o ant hərflər deyil ki, hərfi cəllər deyil ki. Çünki ant hərfləri, əl-huruful maani mütləq kəlmələrin önündə gəlir. Mütləq kəlmənin önündə gəlir. Məsələn, tutaq ki, mən yazdım burada, məsələn, bə, mənası nədir? Başlayaq ərəb dilinə. Səhərəcən. Bu mənası nədir? Bə. Şeydir də, hərf. Amma mən bunun qabağına qoysam ki, məsələn, tutaq ki, bə, məsələn, və vav, məsələn, vav, hərfdir. Amma qabağına qoysam Allah, vallahi, Allaha and olsun. Billahi, Allaha and olsun. Təllahi, Allaha and. Yəni, hərfin məna verməsi üçün, yəni huruful maani olması üçün mütləq önündə kəlmə olmalıdır. Məsələn, bə, billahi və məsələn, bə, tutaq ki, bədir. Amma mən desəm ki, bil qaləm, qaləm sözünü qabağına qoymalıyam ki, bi məna, yəni qələm ilə. Məsələn, kətəbtu bil qaləm, məsələn. Ona görə o əlif, ləm, mim, əlif, ləm, ra, onlar huruful hicaidir. Heca hərfləridir. Əlifbə hərfləridir. Mənası yoxdur. Ona görə demək ki, bu hərflərin, bu ayələrin mənası nədir? Sual səhvdir. Bu ona oxşur ki, sən deyirsən ki, cim, ta, xa, bu mənası nədir? Mənası yoxdur. Məna olaraq. Niyə? Çünki kəlmə deyil axı. Və ya huruful maani deyil. Huruful hicaidir. Sual belə verilə bilər. Burada ixtilaf yoxdur, ha, dediyimdə. Buna bəzi bidət əhli müxalif olub. Bəzi bidət əhli. Amma necə bidət əhli? Batinilər, xəstələr, küfr əhli, zındıqlar. Yasin, yəni ey sin, yəni yasin, ey insan. Əlif, nə bilim, Allah, ləm, az qala gətirib Allah, Məhəmməd, ya Əliyə çıxarıblar. Biri təfsirində gətirir, Kükü Əli qızı Zeynəbə deyib ki, qızı Zeynəb güya Məryəm surəsini təfsirləyib. O da kəf, hə, ya, ayn, sa. Deyib, necə təfsirlədin bunu? O da bildiyini deyir. Deyir, bundan sonra təfsirləndə belə eləyəsən. Kəf, kərbu bələ, nə bilim, hamısına kəf, hə, yə, yezidi gətirir. Orada yəni ayənin mənası budur ki, yəni Kərbalada Yezid tərəfindən Əhl-i Beytin ırzı namusu əldən getdi. Ayə mənası bu imiş. Bu zındıqlıqdır. Aydındır necə? Təfsirlərində gətirirlər bunu.
Tam yadımda deyil. Kəf, hə üçün nə deyirlər? Kəf yadımdadır ki, Kərbəla, yəni gətirirlər ki, Yezid. Aynı deyəsən İtra. İtra yəni Peyğəmbərin nəsli. Bir də ərsində bir şey qoşublar. İmam Əli əleyhissalam soruşdu ki, qızım Zeynəb, sən bugün hansı surəni, hansı ayəni təfsir köçürdün qadınlara? Dedi ki, Məryəm surəsi. Kaf, haya, ayn, sad. Ağa soruşdu ki, ya bu neyyə? Keyfə fəssərtiha. Necə təfsir elədin kaf, haya, ayn, sad? Xanım bir bəzi sözlər dedi, izah elədi atasına. İmam Əli əleyhissalam dedi ki, qızım, bundan sonra bu təfsirə bir təfsir də əlavə eləyəsən. Kaf, haya, ayn, sad, deyəsən ki, kaf Kərbəladır. Ha, həlakül itrədir. İtrətin həlaki. Ya Yeziddir. Ayn ətşandır, sad səbirdir. Yəni Kərbəlada gün gələcək, Peyğəmbər itrəti, əhl-i beyti Yezidin əli ilə ətşan, susuz şəhid olacaq. Belə təfsir edəyəsən. Aydındır. Bunları çıxsaq, xəstələri çıxsaq, normal ağıllı adam, normal müsəlman, normal birisi heç kim deməyib ki, bu el-huruful muqatta'a ki var, ayələr var ki, onların nəsə bir mənası var. Yox, sual bu deyil. Sual budur ki, bu hərflər nə üçün gəlib? Hə, bildik. Allah Azza və Cəllə Quranda bəzi ayələri və bəzi surələri hərflərlə başlayıb. Deyib ki, əlif, ləm, mim. Zəlikəl kitab la raybə fih. Hudən lil muttaqin. Nə üçün bu belədir? Bunun təfsiri də gəlib, sələfdən gəlib. Alimlər bunu eləyiblər. Gətiriblər və ən güclü rəy olaraq daha çox bunun üzərində durulub ki, o da həm də nədən onu götürüblər? Baxıblar ki, o surələr ki, bu hərflərlə başlayır. Bax, həmin hərflərdən sonra adətən Quran barədə ayə gəlir. Yə, sin, 2 dənə hərf. Sonra vəl-Qur'anil həkim. Və bu cür. Qaf, sonra vəl-Qur'anil məcid. Əlif, ləm, mim. Zəlikəl kitab. La raybə fih. Deməli, burada Qur'ana işarə var. Və bəzi alimlər deyiblər ki, bu surələrin başında gələn bu ayələr tənbih üçündür. Tənbih. Yəni, bir növ, bir xitaba başlamamışdan qabaq səni dinləsinlər deyə nazil olan ayələrdir tənbih babında. Təsəvvür Allah Rasulü aleyhissalatü vesselam gəlirdi müşriklərə və ya ümumiyyətlə ayə nazil oldu, elə sahabələrin özü fərqi yoxdur. Ümumiyyətlə bütün insanlığa xitabən deyirdi ki, əlif, ləm, mim, 3 dənə hərif. Hansı ki, bu hərflərlə onlar yazırdılar. Həmin hərflər üzərində onlar danışırdılar. Lakin Qur'anın mislində bir ayə, bir surə belə gətirə bilmirdilər. Və Uca Allah da həmin hərfləri xatırladırdı onlara və sonra buyurur ki, Zəlikəl kitab la raybə fih. Və elə bir kitabdır ki, o kitabda heç bir şübhə yeri yoxdur. Hudən lil muttaqin. Və o müttəqilər üçün hidayət mənbəyidir. Bu cür gəlib. Bu cür gəlib. Allah insanı bu hərflərlə. Həm də, məsələn, sual verir ki, nə üçün məhz əlif, ləm, mim, nə üçün əlif, ləm, ra, nə üçün qaf, nə? Bu, Allah bilir. Bu, təfsiri gəlməyib. Çünki bu təvqifid də belə nasil olub, aydındır. Başqa cür gəlsəydi, yəni də başqa sual veriləcəkdi. Həm də bunun özündə də bir fitnə ola bilər. Necə? Müxtəlif formada o hərflərin gəlməyi, nə üçün burada tahə gəldi, burada nun, burada qaf, burada yəsin. Bunun özündə də imtihan ola bilər. Aydındır, Allah bilir. Hər şey, yəni, görmürsən,
şeydən, hərflərdən nağıl necə düzəldiblər. Belə. Oya. Rafizilərdə də Yasin deyəndə Peyğəmbərin adıdır. Hə, bəziləri hətta sufilər də deyirlər. Deyirlər ki, Yasin, bir də Tahə. Hətta fikir vermirsiniz, ad qoyurlar, Yasin adı. Hə. Taha adı, Taha adı. Hə, oradan gəlib. Yasin, Taha. Ad kimi qoyurlar. Belə bir ad kimi problem deyil. Amma etiqad eləmək ki, bunlar Peyğəmbərin adı olub. Sufilərdə var da bunu, şiələrdə, sufilərdə. Ümumiyyətlə, bu batini məsələsində o sufi təriqətləri ilə şiələr eyni şeydədirlər. Yəni, ağıl eyni işləyir.